Salam, hər vaxtınız xeyir olsun. Gəlin bugün ingilis dilində çox maraqlı yeni bir idiom öyrənək. Till the cows come home ifadəsi idiomu, hansı ki çox uzun müddət, sonsuza qədər mənasını verir. Yəqin ki siz bu ifadəni, idiomu görəndə ilk düşündünüz ki, biz inəklərdən danışacağıq. Xeyr, inəklərin heç bir əlaqəsi yoxdur. İdiomun təbii ki, idiom həmişə mənasını dəyişmiş olur. Bəs baxaq görək, bu hardan yaranıb, mənşəyi hardan gəlir? Bu ifadə kənd təsərrüfatından irəli gəlir, hansı ki keçmişdə inəklər gün ərzində uzaq məsafələrə otlamağa gedirdilər, axşam gec qayıdırdılar tövləyə və bu həmən hadisə, proses uzun müddət davam etdiyi üçün ifadə də buradan yaranmışdır. Sonsuza qədər uzun müddət mənasını verməyə başlamışdır. Gəlin filmdən bir fraqmentə baxaq, sonra videomuza davam edək. Believe me, I can bullshit till the cows come home, but Bəli, burada nə deyilir? Mənə inan, mən uzun müddət, yəni cəfəngiyyat danışa bilərəm, boş-boş danışa bilərəm mənasını verir. Fraqmentdə belə deyilir. İndi gəlin öz cümlələrimizə diqqət yetirək. Deməli, we can wait here till the cows come home. It doesn't matter. Fərqi yoxdur. Burada sonsuza qədər gözləyə bilərik mənasını verir cümlənin. Və yaxud they will wait till the cows come home if they have to. Lazım gəlsə, onlar sonsuza qədər gözləyəcəklər. Üçüncü cümləmizə diqqət yetiririk. The kids can play till the cows come home on weekends. Uşaqlar həftə sonları sonsuza qədər oynaya bilərlər. Bəli, bizim idiomumuz bu qədər. Düşünürəm ki, video sizin üçün maraqlı oldu. Əgər maraqlıdırsa, ingilis dili öyrənən dostlarınızla paylaşmağı unutmayın. Növbəti dərslərimizdə görüşənədək sağ olun.